Deyir, yavaş-yavaş özündən gedir əleyhissalam, birdən gözünü açır, zəif səslə deyir, Allah, Allah fissalah, namazı sizə tapşırıram. Allah, Allah fil Qur'an, Qur'anı sizə tapşırıram. Sonra yenə özündən gedir, yenə özünə gəlir, deyir, Allah, Allah fi beyti Rabbikum, Allahın evinin ziyarətini sizə tapşırıram. Yenə özündən gedir, yenə özünə gəlir, Allah, Allah fil eytam, yetimləri sizə tapşırıram. Yetimlərdən müğayət olun. Bu gecə Küfənin bütün yetimlərinin gözü yolda qaldı ki, ağa gələcək, ona görə yetimləri tapşırır. Birdən gözün açdı, dedilər görəsən indi nə deyəcək? Baxdı göyə dedi, əməl eləyənlər bu məqam üçün əməl eləsinlər. Salam olsun sənə ya Rasulallah, salam olsun sizə ey Allahın mələkləri. Ondan sonra gördülər zəif səslə dedi, əşhədü ən la ilahə illallah. Bir ömür bəndəli elədiyi, aşıqı olduğu Allahın adını çəkdi, Peyğəmbərə şəhadət verdi və öz məşuquna qovuşdu. Apardılar gecə qaranlığında onu dəfn elədilər.